24 sentyabr tarixində Bakı şəhərində Azərbaycanın milli qəhrəmanı Mehdiyev Fazil Umudoğlunun anım günü keçirildi. Milli qəhrəmanın büstünün ətrafına toplaşaraq anım gününü yad edən insanlar qəhrəmanımızın şücaət və igidliyindən danışaraq onun əziz xatirəsini yad etdilər. Fazilin doğmaları, döyüşçü yoldaşları, tədbirdə iştirak edən ziyalılar milli qəhrəmanımızın həyat yolundan danışaraq onun ruhuna dualar oxudular. بحق محمد و آل محمد و حرمت سنة المباركة واجت مسلمان. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsinin polis batalyonu sıralarına könüllü yazılaraq Fazil çevikliyi və bacarığı ilə qısa zaman ərzində böyük bir ad qazandı. Həmin illərdə erməni separatçılarının ölkəmizin ərazi bütövlüyünə qarşı olan çirkin niyyətlərinə sinəsini sipər verən igid qəhrəmanlarımızdan biri də Fazil Mehdiyev idi. Fazilin separatçılara qarşı olan şücaətli və qəhrəmanlığı mənfur düşmənləri narahat etdiyindən onun başına böyük məbləğdə pul qoymuşdular. Ancaq düşmənlərin bu hərəkəti Fazili qətiyyən narahat etmirdi. O mərdi-mərdana düşmənə sinə gələrək vətən uğrunda canından belə keçməyə hazır idi. 1991-ci ilin sentyabrın 23-dən 24-ünə keçən gecə Fazil separatçıların Ağdamın Abdal Gülablı kəndinə hücum edəcəyi barədə məlumat alandan sonra həmin əraziyə getməyə tələsən Fazil yolda ona pusqu quran ermənilərlə döyüşdə bir çox düşməni məhv etsə də özü də qəhrəmancasına şəhid oldu. Bugün Mehdiyev Fazil Umudoğlu kimi qəhrəmanlarımız xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmışdır.